Əziz dostlar, hər vaxtınız xeyir olsun. 29 iyun 2025-ci il Alanya mərkəzdəyəm. Bu cərgədə gözəl club beachlər var, özəl plyajlar. Bugün açılan ən böyük Alanya plyajı açılıb o tərəfdədir. Burada Hugo Beach'dir. Yəni bunların biraz buralara gəlsiniz, qiymətləri maraqlanın. Biraz qiymətlər yüksək ola bilər. Və bugün isə mən sizə Talk Beach and More bu plyajı göstərəcəm. Plyaj həm restorandır, həm kafe, plyaj club, beach club. Bu tərəfdə də bir neçə dənə var. Sea Garden, Elvis Beach və s. qarşıda da var. Biz bugün ilk dəfə olaraq bura gəldik. Buranı sizə təqdim edəcəm. Burada maraqlı yerdir. Burada qiymətlər münasibdir. Bax, burada menyusudur. Menyudan başqa şezlongların ücrətini ödəməklə bir şezlong 250 TL'dir. Ödəməklə bura daxil ola bilərsiniz. Digər tərəflərdə isə qiymət dəfələrlə bahadır, əlbəttə ki. Burada ikinci mərtəbəsi də var. İndi orada çıxarır. Belə gözəl hovuzu da var. Bura nəyə görə biz gəlirik? Çünki uşaqlarla, baxın, uşaqları içəri buraxırlar. Uşaqlar əylənir. Digərlərində isə bəzilərində içəri uşaq buraxılır, bəzilərində isə buraxılmır. Burada yeni bir yerdir, gözəl bir yerdir. İndi hamısını göstərəcəm. Əvvəlcə gəlin yuxarı baxaq, sonra plaja da çıxarıq. Və onu indidən deyim ki, buranın çimərliyi çox gözəldir. İçəridə daş yoxdur. Haradasa 200 metr gedirsən, 150 metr gedirsən, sonra dərinləşir. Gözəldir yəni. Burada da doğum günləri, partilər qeyd olunur. Baxın, yığıncaqlar filan, maraqlı bir yer. Biz başlayaq yuxarıdan, sonra aşağı baxarıq. İkinci mərtəbəyə qalxıram. Talk Beach and More. Maraqlı bir yerdir. Burada da belə bir terasa qismi var, ikinci mərtəbədə. Əlbəttə Hugo Beach böyüklər üçündür. Baxın, orada TJ oynayır, köpük parti filan. Amma depozit oladı. Haradasa səhv eləmirəmsə 3000 liradır adam başı. Bu da bizim Talk Beach. Çox gözəldir burada. Ümumiyyətcə çimərliklər doludur insanlarla. Hər yerdə adamlar çoxdur. Bazar günüdür həm də. İndi isə aşağı düşüb bizim çimərliyin hər tərəfinə baxacağıq. Burada isə bir qrup insanlar gözəl əyləncə təşkil olunur. Doğum günüdür, doğum gününü qeyd edirlər. Sol tərəfdə bar. Və burada restoran hissədir, gözəl menyusu var. Bura axşam saat 12-1-ə qədər çalışır, səhər 9-da açılır. Çimərlik isə 7-yə 8-ə qədər, sonra isə restoran kimi davam edir. Bu da bizim şezlonglar olduğumuz yer. Bir də qeyd edib, şezlongun biri bugünkü gün üçün 250 liradır. Bu da Alanya üçün çox münasib qiymətdir və ən əsas uşaqlarla da içəri girə bilirsiniz. Uşaqlar üçün isə hovuz var. Bəli, çimərlik buradır. Doğrudan da içəridə daşlar demək olar ki, yoxdur. Haradasa 100-150 metr gedirsən, yenə də dərin deyil. Uşaqlar burada rahat çimə bilərlər.
Bəli əziz dostlar, bura Alanya Mərkəz Talk Beach and More çimərliyidir. Gözəl, maraqlı, əyləncəli bir yer. Çox böyük deyil, balaca, amma səliqəli, maraqlı bir yerdir. Mən isə yavaş-yavaş videomu bitirirəm. İnşallah növbəti videolarda görüşərik. Sağ olun, var olun.